Bismillahirrahmanirrahim. Ve bihi nesta'in. Ve sallallahu ala Muhammedin ve alihi teyyibin tahirin. Ve la'natullahi ala a'daihim ecma'in. Minel ana ila qiyam yevmiddin. İmam Hüseyin Aleyhisselam barəsində dərslərimiz yetişmişdik bura ki, Həzrət İmam Sadiq Aleyhisselam İmam Hüseyin Aleyhisselam ziyarətnamasında buyurur ki, Əşhədü ənə dəməkə səkənə fil xuld. Şəhadət verirəm ki, sənin qanın xuldda qərar tutubdur. Dedik, xuld haradır? Allahın ərşidir. Ondan sonra buyurur ki, vəqşəərrət ləhu əzillətil ərş. Və əzillətil ərş iqşərar eləyib, yəni titriyibdir. Elə ki, qanı qoydular xuld məqamına, əzillətil ərş, Allahın o əzəmətli ərşi neyniyib? İqşərar eləyibdir, titriyibdir. Əsəl faciə və əsl söz bundadır ki, ondan sonra buyurur, bəqa ləhu cəmiul xəlaik. Onun üçün bütün məxluqat ağladı. Burada əhli fikir və mütəfəkkir alimlər üçün söz var. O da budur ki, baxın, cəmi mühəlla əliflam gətirib nə xəlaiqin başına. Əl-xəlaik. Əl-xəlaik. Xəlaik özü elə cəmdir, məxluqat, hamısı. Ondan sonra əliflam gətiribdir. Əliflam özü də nə deyir? Bu da cəmi bildirir. Ondan sonra yenə cəmiq sözünü gətirib. Əl-xəlaik, xəlaik cəm deməkdir. Əliflam özü də cəm deməkdir. Ondan sonra əlavə olaraq cəmi gətiribdir. Cəmi gətiribdir. Əhli elm əgər diqqət eləsə, bunun çox böyük mənası var. Ondan sonra yenə İmam Əleyhisselam bu belə genişlikdə sözü deyəndən sonra hələ buna yenə də nə deyir? Təfsil veribdir. Nə ilə deyir ki, 7 səmalar və 7 yerlər Yasin sənə o qana ağladılar. O qan üçün ağladılar. İmam Hüseyin qanı kimi əzillətil ərşə qoydular. O qan üçün Allah İmam sonra təfsil verir. Əl-xəlaik cəmi haradır? 7 göy və 7 yer. Hamısı bu qan üçün ağladı. Bəs bütün bu bəhslər ki, bu ağlamalar 7 göy və 7 yer, əl-xəlaik cəmi, ondan sonra səmavat-ı səb, arazina səb. Bunlar hamısı nə üçündür? Bu qovğa, bu müsibət, bu ağlamaqlar, bu faciə, bütün aləmi, tabi bundan başqa necə təkid gətirmək olar? Bütün aləmi özünə qərq eləyib, bu Həzrətin qanı üçündür. Həzrətin bədəni üçün ayrı bir bəhs var. Həzrətin ruhu üçün isə tamam ayrı bir bəhs var. Ondan sonra buyurur ki, cənnət əhli sənin üçün ağladı. Cənnət əhli sənin üçün ağladı. Bu suuddur. Yəni ucaldıqca ucalır, ta cənnət əhlinə yetişir və cənnət əhli ki, ən ucada dayananlardır, onlar da ağlayırlar. Ondan sonra gəlir nuzula, endikcə enir, gəlib çatır cəhənnəm əhlinə. Buyurur ki, və əhlin nar, cəhənnəm əhli də sənin üçün ağladı. İmam Sadiq Aleyhisselam, İmam Hüseyin Aleyhisselam ki, qanını bu cür şərh eləyir, şəqqil qəmər eləyibdir, elm əhli üçün, mərifət əhli üçün. Və bu dediyim kimi, hamısı hələ qanun tərifidir. Həzrətin qanının fəzilətidir. Qanı Həzrət dediyim kimi, bu cür təfsil verməklə istəyir bildirək ki, qan bu qədər Allah yanında
ucadı. Qan ki nüzul və suud ona ağlayır. Yeddi səma, yeddi yer, əl-xəlaik cəmi hamısı buna ağlayır. Əgər qan bu məqamdadırsa, gör qanın sahibi hansı məqam və mənzilətdədir. Qan bir məqamdadır ki, onu biz dərk edə bilmirik, o fəziləti, o məqamı. Bəs qanın sahibini dərk eləmək qeyri-mümkündür. Beləsi bir məqamın sahibidir Həzrətin qanı. Bəs Həzrətin adını əgər insan dilinə gətirir, 1000 dəfə ətirlə və gülabla ağzını yusa, yenə də ədəbsizlikdir Həzrətin adını dilə gətirmək. Bəs nə deyək? Deyək, Seyyid-i Şühəda, İmamul Avliya, Əba Əbdullah Hüseyn ibn Ali ibn Əbi Talib. Sonra İmam Aleyhisselam buyurur, Esselamu aleyke ya qatilallah və ibn qatili. Salam olsun sənə ey Allahın öldürülmüşü, ey Allahın qətl olunmuşu və qətl olunmuşunun oğlu. Bizim qətil izafə olunub Allaha. Allahın qətl olunmuşu, Allahın öldürülmüşü. Bu Allahın öldürülmüşü, Allahın qətl olunmuşu kimdir? Bu qanı tökülən şəxs kimdir? İmam Sadiq Əleyhisselam Əl-Qəmə duasında ki, Ziyarət Aşırıdan sonra oxunur. Ora baxırıq. Orada nə deyir? Əs'əluka bi haqqi Muhammedin. İlah sənə ant verirəm Muhammedin haqqına. O kimdir Muhammed? Xatəmən nəbiyyin. Nəbilərin sonuncusudur. Və Aliyyin əmiril müminin. Və Əliyə ki, möminlərin əmiridir. Və bi haqqı Fatimətə binti nəbiyyikə. Sən ant verirəm Fatimiyə, nəbivin qızına. Və bi haqqil Həsən vəl Hüseyn. Sən ant verirəm Həsənə və Hüseynə. Fə inni bihim ətəvəccəhu iləykə. Baxın, bu 5 nəfəri bir-birindən ayırmır. Bu 5 nəfəri bir-birindən ayırmır. Bu 5 nəfəri bir məqamda İmam Sadiq Əleyhisselam təfsir edir. Fə inni bihim ətəvəccəhu iləykə. İlahi, fə inni bihim ətəvəccəhu iləykə. Üzümü bu 5 nəfərə tuturam, yəni onlara xatır səndən istəyirəm. Fi məqami haza. Və bihim ətəvəssəli, o 5 nəfərə təvəssül edirəm. Onlara xatır səndən, yəni onları sənin qapıva üzmə tutub gətirmişəm. Və bihi ətəşəffəu, və onlara xatır nədir, şəfa istəyirəm iləykə. Və bihaqqihim əsəlukə, və onlara xatir səndən istəyirəm. Və uqsimu və əzimu, və ant verirəm sənə, izlətləndirirəm səni əleykə. Və bişşənilləzi ləhum indəkə, və o şən ki, onlar üçün, onların şəni mənziləti ki var Allah yanında, ilahi sənin yanında, o şənə xatir səndən istəyirəm. Və bil qədrilləzi ləhum indək, o qədir və qiymət ki var onların qiyməti, və billəzi fəzzəltəhum ələl aləmin, ta o dua axıracan gedir də, və bi ismikəlləzi cəəltəhu indəhum və bihi xəsəstəhum dunəl aləmin. Sən onları bütün aləmlərdən fərqləndirmişsən, onlara çox xüsusi yanaşmışsan, onlara xüsusi məqam və mənzilət vermişsən. Və əbəntə fəzləhum min kulli fəzlin. Bəli, onların fəziləti elə bir fəzilətdir ki, hamıdan artıqdır. Belə bir adamın qanı tökülüb. Elə bir şəxs ki, ismi əzəmi özündə daşıyır. O ismi əzəm ki, 73 dənə hərfdir, hamısı İmam Hüseyin Aleyhisselama verilib. Çünki bu 5 nəfər bir-birindən fərqləndirilmir ki, əgər bir şey ki, Həzrət Peyğəmbər Əkrəmə verilib, o Fatimiyə də verilib, o Əliyyət Əmirəl-Müminin Əli Aleyhisselama da verilib, və Həsən el-Müctəbaya da verilib, və Hüseyin Şəhidə də verilib. Rəvayət deyir, İnnəllah əzzə və cəl cəalə ismuhul əzəm ələ səlasətin və səb'inə hərfən. Allah Taala onun ismi əzəmi 72 hərfdir. Və ətə Adəmə minha xəmsətən. Adəmə ondan 5'in verdi. Və 20 hərfən. 25'in verdi. Xəmsətən və 20 hərfən. Və ətə Nuhən minha xəmsətən və əşərə. Nuh'a ondan
nədir? 15 hərf verdi. Və əhda minha İbrahimə səmaniyyətə əhrufin. İbrahimə 8 hərf verdi. Və əhda Musa minha ərbəətə əhrufin. İbrahimə, Musaya 4 hərf verdi. Və əhda İsa minha hərfeyn. Həzrəti İsa'ya ondan 2 dənə hərf verdi. Və kana yuhyi bihimal mavta və yubriyu bihal əkməh vəl əbræs. O 2 dənə ilə ölünü dirildirdi, əkməhə şəfa verirdi, əbrəsə, yəni xəstəliklər adıdır bunlar, bərəz xəstəliyinə olana, əkmə xəstəliyinə olana şəfa verirdi. Və əhta Muhammədən isnəyni və səbə'inə hərfən. Muhammed verdi isnəyn və səbə'inə hərfən, 72 hərf. Vəhtəcəbə hərfən liəllə, vəhtəcəbə hərfən, bir hərf saxladı. Liəllə yu'ləm ma fi nəfsihi və ya'ləmu ma fi nəfsil ibad. O bir dənə hərf saxladı, 72'sini verdi. İsmi əzəm ki 73 hərfdir. Ondan bəzilərin bəzi peyğəmbərlərə verib, 2'sini verib Həzrəti İsa'ya, o 2'sindən ölüləri dirilərdi və xəstələrə şəfa verərdi. İmam Hüseyin əleyhissalama 72'sini də verib. Çünki Allah hər nəyi Peyğəmbər Əkrəmə verib, onu Həzrəti İmam Hüseyin əleyhissalama da veribdir. O sinəbəsinə onlar hamısı bir-birlərinin elmlərinə malikdirlər. Belə bir əzəmətli şəxsin qanı tökülüb. Belə bir adamı qətlə yediriliblər. O da İmam buyurur ki, İmam Hüseyin əleyhissalamın qətli Allahın qətlidir. Qətilallah, Allahın qətlidir. Hər ki İmam Hüseyni öldürmür, Allahı qətl edibdir. Qətlə yetiribdir. Həzrəti Əmir əleyhissalamı öldürüb, qətlə yetirib, Allahın özün qətlə yetiribdir. Allahın qəti, bəli, izafiyə bax, ya qətilallah, Allahın qətl olunmuşu. Yəni məxsusdur ancaq Allaha, Allaha məxsusdur. Özlərin tamam kamal Allaha bunlar nədir? Xüsusiyyət veriblər. Allaha tapşırıblar. Allahdan bir an belə ayrı olmayıblar. Həzrət Peyğəmbər kimdir? La yentiqu enil hava in huve vahyun yuha. Bir an belə Allahdan qeyrisinin sözünü danışmadı. Hər nə danışdı, Allahın sözünü danışdı. Bu qan belə bir qovhərin qanıdır. Gərək məlum ola, bu qan necə bir bədəndən, necə bir boğazdan, necə bir candan axıb, necə bir damardan axıb. Və bu qanı necə töküblər? 12 qılınc zərbəsi. Və bu qan bədəndən neçə yerdən çıxıb, bədənə neçə zərbət dəyib. İmam Sadiq əleyhissalam buyurur ki, وَالزَّرْبَةُ عَلَى الزَّرْبَةِ وَالدُّمُوغُ عَلَى الدُّمُوغ. Bir yerdən neçə qılınc zərbəsi dəydi Həzrətə, bir yerdən neçə nizə bədənə daxil oldu və çıxdı. Və Həzrət yaralıdır meydanda, Rabi deyir, فَوَقَعَ يَسْتَرِيهُ. Həzrət diyandı, وَوَقَفَ diyandı, يَسْتَرِيهُ, istirahət eləsin. وَقَدْ زَعْفَ عَنِ الْقِتَالِ, və döyüşdən yorulmuşdu. فَبَيْنَهُ وَوَاقِفٌ, Həzrət diyanmışdı, istirahət eləsin. اِذْ اَتَاهُ حَجَرٍ فَوَقَعَ عَلَى جَبْهَتِهِ. Bir daş gəldi, daş attılar, daş gəldi dəydi Həzrətin başına. فَسَعَلَتِ الدِّمَاءَ مِنْ جَبْهَتِهِ. Həzrətin alnından qan başladı axmağa. Və əxəzə səv liyəmsihə ən cəbhətihi. Əbasının bir tərəfini qaldırdı, o qanı silsin, təmizləsin, axmağının qarşısını alsın. Və ətahu səhmun muhaddədun məsmumun ləhu sələsü şüəbin. O üç şaxəli ox, zəhərə bulaşdırılmış ox gəldi, Həzrətin ürəyinin başından dəydi. فَوَقَعَ فِي قَلْبِهِ. Həzrətin qəlbinə, ürəyinə isabət elədi. فَقَالَ الْحُسَيْنِ əleyhissalam Bismillah və billah.
Elə ki, Dərdə Zətin ürəyinə və kürəyindən çıxdı. Həzrət buyurdu, Bismillah və billah və əla millət Rasulallah. Və rəfəə rə'səhu. Dedi, başlayıram Allahın adı ilə və əla millət Rasulallah və Rasulallahın dini ilə və rəfəə rə'səhu iləs-səma və başını qaldırdı səmaya və qalə ilahi innəkə tə'ləmu. Dedi, ilahi bilirsənmi? İnnəkə tə'ləmu, ilahi sən bilirsən, ennəhum yəqtulunə rəculən leysə ələ vəchil ərz ibn-i nəbiyyi qeyru. İlahi sən görürsən və sən bilirsən, onlar o şəxsi öldürürlər ki, yer üzündə sənin Peyğəmbərin nəvəsi, ondan başqa övladı nəvəsi yoxdur. Sümə əxəzə səhmə və əxrəcəhu min vərə və zəhrihi. Sonra deyir, oxu kürəyindən dartdı, çıxartdı. Fənbə'səddəm kəl-mizab. Ondan oxun yerindən qan başladı, o mizabdan axan su kimi axmağa. Və vəzəə yədəhu ələl-cürx. O qanı aldı əlinə, o qanı aldı əlinə, yarasından çıxan. Fələm tələət dəmən, elə ki, əl qanla doldu, rəma bihi iləs-səma. O qanı səpdi səmaya. Fəma rəcəə min zal qətrətən. O qandan bir qətrə də olsun geri qayıtmadı. Hamısı getdi ərşə. Və mə ərəfdəl humrətə fis-səma həttə rəməl Hüseyn bidəmhi iləs-səma. Buyurur ki, nə qədər ki o qanı atmamışdı, göy üzündə humrət, qırmızılıq görsənmirdi. Onu atandan sonra səmaya, Aşuranın günündəki o qırmızılıq görsəndi, o qandan sonra görsəndi. Elə bir göy üzü qana qərq oldu o qandan sonra. Sümə vəzəə yədəhu ələd-cürx. Sonra ikinci dəfə yenə əlin tutdu saniyən o qana. Fələm tələət. Elə ki, əli qanla doldu. Lətəqə biha rə'səhu. O qanı başına sürtdü və lihiyyətihi və saqqalına sürtdü. Və qalə haqəzə vallah əkun. Dedi, and olsun Allaha, belə olacam, belə qalacam. Hətta əlqa cəddi Muhammədən və ənə məxzubun bidəmi. Və cəddim Rasulallaha belə yetişəcəm və öz qanıma aluda olan halda. Və əqul. Və deyəcəm, ya Rasulallah, qətələni fulanun və fulanun. Və deyəcəm ki, ya Rasulallah, məni filan kəs və filan kəs öldürdü. Baxın, de ki, qanı hamısını atdı səmaya. O qandan bir zərrə olsun yerə qayıtmadı. O qanı niyə səmaya atdı İmam Hüseyin əleyhissalam? Çünki baxın duada nə oxuyuruq? Rəhmətullahul vasiə. İmam Hüseyin əleyhissalam rəhmətullahul vasiə. Onun rəhməti o qədər genişdir. Əhl-i Beytin rəhməti o qədər genişdir. Rəhməti çox geniş. Əssalamu aleykum oxuyuruq aslı ziyarətdə. Əssalamu aleykum əyyuhəl ələməl mənsub vəl ilmil məsbub vəl qofsu vəl rəhmətul vasiə. Vədən qeyrə məqsub. Sən rəhməti vasisəsən və vədən qeyrə məqsub və yalan olmayan vədəsən. Bəs o rəhmətin çoxluğundandır ki, əgər qanı yerə atsaydı, yerdə zəlzələ olardı. Bütün Peyğəmbərin balası, imamın qanı ki, yerə tökülsəydi, İmam Hüseyin əleyhissalamın, yer üzü fəlakətə və bəlaya düçar olardı. Odur, ölən halda, o qanı tökülən halda, yenə də o rəhmətul vasiə ki, rəhməti ki, sonsuz genişlikdədir, o rəhmət qoymur o qanı yerə tökə və insanlar nabud olar. Onlar o qanı göyə atır ki, insanlar həlak olmasın. Və oxuyuruq, babun nicatul ümmə. İmam Hüseyin əleyhissalam insanların nicat qapısıdır. Əslən, qanı niyə tökür ki? Qanı tökür ki, insanlar nicat tapsınlar. Həzrət övladların bu qurbanlıq meydanına gətirib nə üçün? Gətiribdir ki, insanlar nicat tapsınlar və insanlara ürəyi yanır, insanlara qəlbi yanır və bu qəlbin yanması ilə insanlara bəla göndərsin, üst-üstə düşmür. Odur, rəhmətullahul vasiənin mənası budur. Rəhmətullahul vasiə öz qanı ilə, öz canı ilə, hətta
Onun öldürülməsi bir bəlaya səbəb olsa, istəyir ki, o bəlanın da qabağını alsın. Ondan dedi, elə ki o o qəl mübarək qəlbinə yetişdi, nə dedi? Bismillah və billah əla milləti Rəsulullah. O da o qandı İmam Hüseyin Aleyhisselam ki attı qanı göyə, səkənə fil xold. O qan getdi və ərşdə qərar tapdı. Ərşdə qərar tapdı. Beləsi bir qan idi. Ki onun qanı, o qanı yerə tökülməsinə mane oldu İmam Hüseyin Aleyhisselam ki, yerə tökülər, ümmətə bəla yetişər. Ey Əhməd İbni Həmbəl, öz musnədində sən bunu yazmısan. Ey Əbdülbir, öz istiabətində bunu yazmısan. Ey İbni Həcər, ey Tirmizi, ey Cəlaləddin Suyuti ki təfsirində yazmısan. Ey Xətib Bağdadi, öz tarixində yazmısan. Ey təfsir yazanlar, ey hədis yazanlar, ey tarix yazanlar ki Peyğəmbər Əkrəm İbn Abbas ki yuxu görür. Yuxuda nə görür? Bu İbn Abbasın yuxusunu hamı nəql eləyibdi. Hamı nəql eləyibdi. Bunlar hamısı yazır. Ki yuxuda gördüm İmam Rəaytun Nəbi fil mənam İbn Abbas nəql edir ki Peyğəmbəri yuxuda gördüm. Binisfin nahar, günorta vaxtı əşəsə əğbərə məəhu qarutun fiha demun yeltaqituhu ve yetettabba'u fiha şey'en. Qala qultu ya Resulallah ma haza. Peyğəmbər Əkrəm gördüm, əmmaməsiz, ayaqyalın, baş açıq, üzü gözü torpağa büləşik və əlində bir şüşə var. Şüşə qanla doludur. Dedim ki ya Resulallah bu nə haldır, bu nədir? Ma haza. Qala Dəmil Hüseyin və əsabəhu ləhum əzəl ətettabba'u munzul yum. Qala Ammarın fəhəfəzna zalikəl yum və vəcədnə qutilə zalikəl yum. Bəli, Peyğəmbər Əkrəm yuxuda görür. Bu neçə cürə bunu nəql ediblər, hərə bir cürə nəql edib. Həzrət Peyğəmbər Əkrəm deyir, yuxuda gördüm, əlində bir şüşə və özü də üstü başı toza torpağa büləşik. Ya Resulallah sən hardan gəlsən, əlindəki nədir? Buyurdu ki, mən Kərbəladan gəlirəm. Bu Hüseyin və əshabının qanıdır. Hüseynin və əshabının qanıdır. Ya Resulallah, bəs neynisən? Cəm eləmişəm Hüseyni və əshabının qanı, aparam ərşə. Allahın ərşini aparam. Bu qədər sünni yazarlar, təfsirlər, müfəssirlər, tarix yazanlar hamısı yazıb ki, Peyğəmbər Əkrəmi İbn Abbas deyir, yuxuda gördüm, əlində bir şüşə qanla dolu idi. Özü heç əshabının da, İmam Hüseyin əshabının da qanı ərşə gedib. Ya Resulallah, o qanı har aparsan, aparıram ərşə. Ələ lənətullah, ələl qavmiz zalimin. Baxın, İmam Sadiq Əleyhisselam ziyarətnamənin axırında nə deyir? Sümmə qabbələ zərihə. Elə ki, yaxınlaşdın, bunları ki, dedin, oxudun, sonra zərihi öp. وَاسْتَقْبَلَ الْقَبْرَ الْحُسَيْنِ ibn Ali aleyhisselam. Və İmam Hüseyin aleyhisselam qəbri ilə üzbəyiz deyən Əs-salam bifətzikə vəcəl qiblətə beynə kətveyh və qul Əs-salam ki, Əbu Əbdillah. Bunlar ki, dedin, qibləni iki tərəfində tutdu. Ondan sonra gəlib çatsan bu yerə Əşhədü ləqad təyyiballaha bikət turab. Şəhadət verirəm ki, Allah səninlə torpağı pak elədi. Yəni, sənin torpağı Allah pak elədi. Və əbzəhə bikəl kitab. Allah səninlə kitabı təfsir elədi. Ələ-lənətullah, ələl-qovmi salim. Allah verəm öz zət-i cəlalına. Allah bizi İmam Hüseyin Aleyhisselam qarşısında olan vəzifəmizi yerinə yetirməkdə müvəffəq eləsin. Allah bizi Hüseyinci eləməmiş, Fatiməci eləməmiş, Əlici eləməmiş, Muhammədci, Həsənci və İmam Hüseynin 9 övladçısı eləməmiş, öldürməsin. Allah bizə məşə xeyir işlərdə müvəffəq eləsin. Allah ölənlərimizə rəhmət eləsin.